Bugün itibariyle Azerbaycan ile Ermenistan arasında barış anlaşması için yapılan müzakereler tamamlandı. Şimdi Ermenistan'ın anlaşmayı hayata geçirmek için somut adım atması bekleniyor. Konuyla ilgili bilgilendirme de Azerbaycan Dışişleri Bakanı Bayramov'dan geldi. Azerbaycan'la Ermenistan arasındaki barış görüşmelerinde önemli bir gelişme yaşandı. Azerbaycan Dışişleri Bakanı Ceyhun Bayramov, Ermenistan'la barış müzakereleri sürecinin tamamlandığını söyledi. Sülh sazişi layihəsi ilə bağlı mən onu deyə bilərəm ki, sazişin mətni ilə bağlı biz deyə bilərik ki, artıq danışıqlar prosesi yekunlaşıb. Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son 2 açıq maddə qalmışdıq və bu yaxın günlərdə Ermənistan tərəfi həmin o 2 açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb. Ona göre mətn üzrə işlərin yekunlaşdırılmasını biz qeyd edə bilərik. Ancak Ermenistan'ın tüm maddeleri kabul ettiğini beyan etmesi sürecin tamamlandığı anlamına gelmiyor. Somut adımlar atılması gerekiyor. Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliklər edilməsi yolu ilə aradan qaldırılması baş tutmalıdır. Üzerinde uzlaşılan maddeler geriye atılması gereken bir adım daha var. İki ülke sınırında yabancı temsilcilerin bulunmaması gerektiği için Agit Minsk grubunun da feshedilmesi bekleniyor. Ermenistan da gelişmeyi doğruladı. Dışişleri Bakanlığı'ndan yapılan açıklamada barış anlaşması taslağı üzerinde anlaşıldığı duyuruldu. Azerbaycan'la barış anlaşmasını imzalamaya ve yerle günü belirlemek için görüşmeye hazırız denildi.